Gəlirlər ki, ay bu obraza girdi, ay qürurunu sındırdı. Abi əl çəkin də məndən. Mən burada asmadığım söhbətlər var, and ol Allaha. Mən özüm 10 il evlənmişəm, mən şu an alimenti güclə verirəm. Bəsdir, mənim üstümə gəldi istə. Allah and olsun. Bir dənə qızım var, əl çəkin də, fəhləli işləyirəm, vaxtım olmur mənim telefon açım. Bəsdir, daha qabağa gedirəm, deyirlər, Fəhəl öz mahnımı yazıb çıxırım qabağa. Elgiz müəllim sağ olsun, dəstək olur. Ey obraza girdin, qürurunu sındı. Bəsdir, əl çəkin də bə. İndi də belə olacaq deyəcəkdir, Fərhad obraza girdi. Nələr eləmədi? Nə eləyim, əlimə nə gəlir? Yazıb yaradıram, bir dənə kasıb qabağa gedən kimi vurub başından əzirlər. Bəsdir, bir dənə canım var da, gəlməyim, oxumayım, nə eləyim? Əl çəkin, tabii. Yaxşı, qızım sən nə deyirsən? Sənin sözün nədir bu işə? Yox, ayrılıbdır o. Evli olub ayrılıb Fərhad. Deyir, aliment verə bilmirəm, verə bilmirdim. Verirəm də, İndi alimentini sizi də verirəm. qıcıqlandıran bu qadındır. Mikrofon ver, bu qadın... Allah salamlayıram hamınızı. Məni qıcıqlandıran odur ki, yəni xanım qıraq dursun. O mahnını da elə eləməsin ki, mən onu YouTube-dan sildirəm. Hətta. Bəli. Ona denən ki, məndən kənar gəlsin, üstəlik də o mahnını elə eləməsin ki, mən sildirəm. Xanım, bir ildə o mahnı YouTube-dadır, indi ayrılmısan sən. Mən dedim ki, Bir ildə o mahnı milyonları keçib, sən indi mən ona ayrılsan. imkan verməmişdim ki, siz paylaşasınız. Biz sənin yanında Mənim oxuduq. xəbərim olmadan siz paylaşmışdınız. Biz studiyada sən onu. oradaydın, sənin yanında oxuduq. Xəbərim yox idi. İndi oyanmışsan. Xəbərim yox idi. Paylaşmamalıydınız. Mən 30 Məndən ildir icazə Fərhaddan bir yerdə almalıydınız. işləyirəm, çalışıram. Ən azından icazə almalıydınız, bəli. Necə, mahnı sənə deyil, sən necə azal? Mən oxumuşdum, bəli. Harada oxumuşdun? Hansı kanala Kimlə verilmişdi? paylaşılmışdı birinci? Mahnı sözləri bu kişinin. Birinci kimlə paylaşılmışdı? Sualıma cavab ver. Sən oradan çıxıb bir qəpil buradan birə mənə çatmır ya bu. Mən də dedim. Əlində 500 manat dava çəkirsən. Ay xanım. Ayıbdır, bu oğlan sevgiyə pul xaçlamayıbdır. Ha qız bir də. Nə xaçlayıb bunu? Xanım, mahnı... Üzr istəyirəm başıma dönüm. Xanım sözü də musiqi siz xərc çəkmisiniz. Amma o indi bilmirəm. Amma ixtiyarınız yoxdur ki, mahnı onun mahnısıdır. Sözləri də onun. Hə özdə deyirsiniz 1 ildir. O lap pislik oldu. Deyə özünün mahnı. Xanım, Mənim bilsən... mahnım idi. Xeyr. Mənim mahnım idi. Mən oxumuşdum. Trendə mənlə düşmüşdü 2 dəfə. Amma sizin ifanızda heç kəsin yaddaşında qalmayıb axı. Qalıbdı TikToklarda hər şeydə. Ay başıma dönüm. O qədər mahnı müəllifi, o qədər mahnılar var, ola bilər. Hamı deyir möhür. Özləri yazıblar. Amma elə oxuyan da elə oxuyub ki, o da öz möhürünü qoyur. Özləri icra eləyiblər onları. Ay qızım, onun mahnısını ondan başqa heç kəs o dinləyiciyə sevdirə bilmir.